hoş gördük, değerli izleyiciler. Ülkede ve dünyada baş verən en son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. İyulun 27-sində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-dən 27-yə qədər dərəcə isti, gündüz 28-dən 31 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-dan 70%-ə qədər təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman gözlənilir. Gəl küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 22-dən 27-yə qədər isti, gündüz 34-dən 39-a qədər dərəcə. Bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 15-dən 20-yə qədər dərəcə isti, gündüz 25-dən 30 dərəcəyə qədər isti olacaq. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.